Hörmətli izləyicilərim, bugün sizə çox maraqlı bir mənzil təqdim edəcəm. Baxmaqdan feyziyab olacaqsınız. Mənzilin təmirində xüsusi dizaynerlər öz töhfəsini, zəhmətini qoyublar. Ərsəyə gəlib 173 kvadrat, 4 otaqlı mənzil. Mənzilin heç özüm də bilmirəm harasındansa təqdim edim. Çünki hər yeri biri-birindən gözəldir. Amma operator zal otağını sizə göstərirsə, gəlin mən sizə zal otağından bəhs edeyim. 55 kvadrat zal otağıdır. Bura uyğun olaraq bütün mebellər, yumuşaq dəst mebellər, hər şey qoyulubdur. Yeni təmirdən çıxıb və çox gözəl bir kompleksdədir. 5 hektar ərazisi olan, 12 binadan ibarət olan Baku City Residence Olimpik gedir adı. Koroğlu metrosunun tam arxasında yerləşir. Həyəti filanda çox maraqlıdır. Stadionları, yeraltı qarajları, sakinlər üçün yaradılmış şəraiti lüksdür. Evin təmiri də lüksdür. Deməli, mən sizə lüks binada lüks mənzil təqdim edirəm. Təmir səviyyəsindən də hər şey görsənir ki, mənzil hansı səviyyədədir. Dəyərli izləyicilər, zala baxdıq, koridora baxdıq, koridorda olan sanitara baxdıq. İndi sizə praşna otağı təqdim eləmək istəyirəm. Şəxsi mənzildir, əvvəldə qeyd elədiyim kimi, içində gördüyünüz hər bir şey, əşyalar ona uyğun düzənlənib. Azca yaşayıblar, çox az yaşayıblar. Mən sizi yataq otaqlarına bir dəvət edeyim. Bura valideyn yataq otağıdır. Görürsünüz, körpə beşiyi də var. Yataq, içində hamam otağı, içində buna qardırop kimi də demək olar. Kim necə istəsə o cürdə istifadə edə bilər. Dəyərli izləyicilərim. İndi sizi burada bir gözəl bir şərq otağı var. Mənə çox xoşum gəldi. İnanıram ki, bu sizin də çox xoşunuza gələcək. Buranı sahibi evin mənzilin yiyəsi dincəlmə otağı kimi düzəldibdir. Və burada özü demişkən həzz alır əyləşməkdən. Hər bir şey bura uyğun dizayn olunubdur. Daha sonra burada bir məsələ var. Uşaqların təhlükəsizliyi üçün dəmir, alüminiumdan belə bir bağlama da ediblər. Hər pəncərəyə ki, uşağın təhlükəsizliyinə görə. Keçək mətbəx hissəsinə. Mətbəx çox bəyənəcəksiniz. Rəng tonları olsun, keyfiyyət olsun. Hər şey bir-birini tamamlayır. Və burada gördüyünüz bütün Almaniyanın elektronikalarına təmin olunubdur. Burada hər pəncərədə yeni bir belə vitraj pəncərəsi, bağlaması, həyətidir. Keçək indi isə yataq otağına. Növbəti yataq otağıdır. Daxilində həm şkaf, paltar üçün, həm də sanitar yerləşir. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Burada mebellər buna uyğun olaraq hamısı dizayn olunubdur. 73 kvadratın tam kvadratını evə veriblər. Cəmi bir balkon buradan həyətə baxır, kompleksə baxır. Bu mənzilin təmirində dəyərli dostlar, hörmətli izləyicilərim, 200 min manat, daha doğrusu 204 min manat, mən 4 mini saymıram, 200 min manat təmirə pul xərclənib, göz qabağımda görsənir. Mənzilin qiymətini qeyd eləmişəm. Bu mənzil kimə maraqlıdırsa, zəng eləsin qeyd olmuş nömrəyə göstərək. Sağ olun, var olun, Allah xeyir versin.